السلام عليكم يا شهداء في سبيل الله. السلام عليكم يا أهل الفاتحة. صراط المستقيم صراط الذين غير المغضوب عليهم ولا الضالين. قل هو الله أحد الله Gelin yakınlaşın, yakın. عليكم يا شهداء في سبيل الله. السلام عليكم يا صاحب المركز. اللهم إنا نسألك موجبات رحمة الله من نازل الفاتحة. اللهم اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Ben bir siz sıkışın o uşaklar bak böyle diyorsun. Siz biraz sıkışın bu tarafa uşaklar. اللهم صل على محمد وعلى آل محمد. هو الله الذي لا إله إلا هو الملك القدوس. آمين. الحمد لله رب العالمين والعاقبة للمتقين. الشفيع ذنوبنا أبو القاسم محمد صلى الله عليه وسلم. اللهم ربنا يا ربنا تقبل منا واعف عنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبس اللهم جل القرآن عظيم لنا في الدنيا قرينا وفي القبر مونسا وفي الصراط شفيعا هادية متصلة إلى روح نبينا وشفينا محمد المصطفى صلى الله عليه وآله وسلم وإلى جميع الأولياء والأوصياء. قل هو الله أحد الله الصمد ولم يلد ولم يولد. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah senden razı olsun. Acı merhamet. Allah rahmet eylesin. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, her birine teşekkür ederim. Bugün bu izdihamı yaratmışsınız. Her gün burada izdihamdır. Her gün burada izdihamdır. Bugün de izdihamdır. Bu yer dost balamızın izdihamı da bu günleri. Bunun izdihamına görüşmüşük. Evvelceden sizden bir karşım var. Hemşe olduğum karşımdı. Bir de gelin sükutla bütün şehitlerimizin hatıresini yad edek. Sonra tedbirimizi devam ettirek. Allah rahmet. Çok sağ olun, teşekkür ederim hepinize. Her birinize teşekkür ederim. Bugün gelmişsiniz. Ha, oldu baş. Məlim uşaqlardan şehirden olacak. Ha, yaxşı. Hacı merhamet. Məsləhət verirsə deməli eləyək. Hörmətli qardaşlar, əziz şəhid ataları, hörmətli şəhid anaları. Qeyd edim ki, bu günləri Erdoğan balamızın anım günüdür. Bura yığışmışıq. Allah her birinizden razı olsun. Çok sağ olun. Bu güzelliği, bu hoşbəxtlik olanda adam da qollu qanatlı olur ki, der Allah sənə şükür ki, bu xalqın var, milletin var, hamısı, nəyimiz varsa bunların hesabınadır. Ona görə də Allah Teala bütün şəhidlərimizə qəni rəhmət eləsin, onların yerləri cənnətdə olsun. Hörmətli cemaat, əziz qardaşlar, hörmətli Eldos bala, sənin yanında, sağında əmin durub, solunda əmin durub, sağında anon durub. Bu günləri şəhid ataları, bütün şəhid atalar demək olar ki, buradadır, anaları buradadır, qonaqlar buradadır. Sənin qarşında Şamaxı rayonunun axundu, hörmətli Hacı Mərhəmət buradadır, durub qarşında və eyni zamanda sizin hər birinizin axsaqqalı olan Şamaxı rayon axsaqqalı qarşınızdadır, bütün xalq qarşımızdadır. Allah Teala hər birinizdən razı olsun. Hörmətli qardaş, əmsisən bir neçə kəlmə. Buyur. Hamile mezun için sentyabrın 2022'sinde ülkemizde darbe başladı. Sentyabrın 7'sinde Su Yokşanları'nda dövüşlerde İmkan varsa balaca bəhtdən ki, qurtarır. dövüşlerde helak olmuş, şehit olmuş. Aha.
Şəhidlər heç vaxt Ölmür. qəlbimizdən, ürəyimizdən çıxmır. Həmişə ürəyimizdə qalacaq. Bütün ölkədə rəhbərliyi, rayon rəhbərliyi, hamısı şəhid alərini həmişə nəzərdə saxlayıb tuturlar. Həmişə necə maraqlanırlar həyatlarına. Çox sağ olsunlar, minnətlərim. Bugün bura yığışan bütün hamı öz adımı, ailəmiz adımı çox sağ ol deyirəm. Çox sağ olun, hamınız əziyyət çəkib bura gəlmişsiniz. Allah hamımızdan razı olsun. Çok sağ ol. Teşekkür ederim. Sen Agür bacı, anlatsın. Bir neçə kəlmə. Hamı burada senin öz balalarındır, kardeşlerindir, atalarındır. Yığışıblar etrafa. Elbos'un döşündeler. Buyur bir neçə kəlmə. Bugün bura yığılıb gələn bütün elimdən, cəmaatımdan, şəmahərimdən hamımızdan razıyam. Allah hər birinizə kömək olsun. El dostu yad eləyirsin. Allah hər birinizdən razı olsun. Çok sağ ol, teşekkür ederim. Hürmetli cemaat burada. Hamı bir kazanın adamı da burada konağı yoktu. Ama yine de adlarını da demeyenden sonra derler ki belki bilmir ki ben buradayım. Ona göre ben onların adlarını size qeyd edip sonra geçirəm uşaqlara. Bu günleri burada Talışlıdır Kəndici nümayəndəsinin sədri buradadır. Rüfət müəllim buradadır. Nağaraxana Kənd Bələdiyyəsinin sədri buradadır, hörmətli. Sahib müəllim buradadır. Nağaraxana Kənd İcra nümayəndəsinin sədri Vahid müəllim buradadır. Demək olar ki, elə o kənddə həmişə aktiv olmuş, o kəndə həmişə rəhbər olmuş, hörmətli, mənimlə uzun müddət yoldaşlıq eləmiş. Sədaqət müəllim buradadır. Ümumiyyətlə, bütün xalq buradadır. Hamısından əziz, hamısından vacib, bütün şəhid ataları, şəhid anaları buradadır. Ona görə də hər birinizə təşəkkür edirəm və minnətdarlığım bilirəm. Bir şey də sizin xatirinizə çatdırım ki, hörmətli komissarımızın vacib bir iş olduğuna görə burada iştirak edə bilməm, məndən xahiş elədi, nümayəndəsi buradadır, mavun buradadır. Hər birinizə təşəkkür edirəm, hər birinizdən Allah da razı olsun, çox sağ olun. Bir nəfər şəhid atasına söz verib keçirəm uşaqlara. Hörmətli Rıza müəllim, buyur. Allah şəhidliklə düşünüldü, sələmət olsun. Onun kimi sağlıqda bütün şəhidlərə. Eldos 173 silahlardan biriydi ki, bu müharibədə şəhid oldu. Bəli, müharibənin 11-ci günü bu gün 7 oktyabr. Həmin gün 5 il bundan qabaq Cənab Prezidentin rəhbərliyi ilə Müdafiə Nazirliyində bir iclas oldu. Və iclasda müharibənin gedişi haqqında məlumat verildi. Həmin günə qədər 250 erməni tankı və direli maşını vurulmuşdu. 270'den artıq raket kompleksləri ermənilərin darmadağın olunmuşdu. 7 günü isə erməninin 10 tankı vurulmuşdu. Bu işdə bizim əskər və zabitlərin böyük rolu var idi və müharibənin ən qızğın vaxtı idi. Gündə şəhidlər xəbərə alırdıq və həmin şəhidlərdən biri şəhidimiz Eldos idi. Azərbaycan xalqı, qədirbilən xalq heç vaxt müharibənin şəhidlərin 1-ci, 2-ci Qarabağ müharibəsinin, eyni zamanda antiterror şəhidlərinin həmişə ürəklərində yaşadacaq. Çünki o uşaqların mənəvi haqqı var. Xalqımız onlara borçludur. Onlar getdilər, lakin Qarabağı bizə qaytardılar. Ona görə də nə qədər Azərbaycan Respublikası var, nə qədər bizim İsrailli bayrağımız dalğalanır, şəhidlərin xatirəsi Azərbaycan xalqının ürəyində əbədi yaşayacaqdır. Allah şəhidlərimizi eləməsin. Çox sağ olun, təşəkkür edirəm. Dolğun düzdür, halal çıxırsınız üçün. Müavini Aqil müəllim mənim yanımdadır. Allah təala hər birinizdən razı. Müəllim, şehirdən uşaqlar keçsin bura. Afsız var, keçsin olar bura. Kapı desin birinci. Hə, desin. Boğaz düyümlənər, daha gəlməz söz. Necə deyəsən ki, oğlun şəhiddir. Hər şeyə dözmüsən, sən buna da döz. Necə dözəsən ki, oğlun şəhiddir. Üzdüyü barmağına hələ taxmayıb, al qana boyanıb, yazdığı məktub, sevdiyi vətən üçün qanlar axıdıb, sonunda şəhidlik zirvəsindədir. Qardaşım bu gecə yuxuma gəlib,
Deyən bir bacıya ver bu xəbəri. De ki, el dostun nəşi sərilib. Vətən torpağına dönəndən bəri. Sən ölməmisən, sən ölməmisən, şəhid olmusan. Şəhidlər ölməzdi ey vətən oğlu. Adınla tarixdə bir iz qoymusan. Vətən bölünməzdi ey vətən oğlu. Vətən bölünməzdi ey vətən oğlu. Buyur bala. Çok sağ ol. Buyur. Ha, de. Şəhid olmaq cəsarətdir, bir hünərdir, qismətdir. Nəsib olunur hər insana, ilahi bir hikmətdir. Yaradandan bəndəsinə hədiyyədir, qiymətdir. Allahın da sevdiyidir, təmizdir, müqəddəsdir. Şəhid ölmür, o yaşayır, göylərdə bir mələkdir. Büküldü öz bayrağına, bu da onun əzmidir. Büküldüyü bayrağı da dövlətinin rəmzidir. Bayraq, torpaq, bir də şəhid, bir-birinin cəzbidir. Torpağına əkilmişdi, solmayan bir çiçəkdir. Şəhid ölmür, o yaşayır, göylərdə bir mələkdir. Azad olsun torpaqları, can verdilər şəhidlər. Bütöv olsun xəritəsi, qan verdilər şəhidlər. Kimliyimizi dünyaya bəyan verdilər şəhidlər. Məkanları olsun cənnət, bizlərə də örnəkdir. Şəhid ölmür, o yaşayır, göylərdə bir mələkdir. Şəhid ölmür, o yaşayır, göylərdə bir mələkdir. Çok sağ olun. Teşekkür ederim bütün hazırlayan müəllimə, eyni zamanda müəllimliyə. Hər birinizə təşəkkür edirəm. Bugün bu qarşımızda olan bu balalarımız Talışnur kənd tam orta məktəbinin tələbələridir və onun direktoru da buradadır. Buyursun müəllim. Çox sağ olun müəllim. Hamınıza təşəkkür edirəm. Bizə də söz verdiyiniz üçün. Əlbəttə ki, borcumuzdur. Hər an, hər vaxt, hər dəqiqə şəhidlər məzarını ziyarət eləmək. Həm də ilk növbədə öz adımdan, kollektivin adından qarşımızda dayanan bütün şəhidlərə qarşısında baş əyirik. Onlara öz minnətdarlığımızı bildiririk. Şəhidlər hər biri bizim üçün əzizdir. O cümlədən Eldost biraz fərqlidir. Ona görə ki, Eldost Talışnur kənd tam orta məktəbinin məzunu olub, onu bitirib. Tələbəsi olun. Ondan sonra bildiyimiz kimi Eldost Bakı Dövlət Bədən Tərbiyə Akademiyasını bitirib. Və bir günlər bir xatirə olaraq kəndə dönüş eləmişdi. Yəqin ki, qəlbində müəllimləri ilə görüş idi. Bir yerdə söhbət eləmək oldu. Artıq son illəri qurtarırdı universiteti. Dedim, Eldost, yəqin ki, müəllim işləyərsən. Dedi ki, müəllim təəssüf işləməyəcəm. Dedim, niyə? Dedi ki, mən istəyirəm hərbiçi olam. Xatirədə bir yoldaşlarla hər bir kəs dayanmışdı yanımızda. Az bir müddətdən sonra universiteti bitirdi və bildiyimiz kimi yenə təhsilini artırmaq üçün leytenant rütbəsini almaq üçün müəyyən bir kurs keçdi və eşitdim ki, Eldost leytenant vəzifəsində çalışır artıq. Zaman qədər bu qədər imiş, amma qəlbimizdə, məktəbimizdə, xalqımızda, cəmaatımızın qəlbində həmişə Eldost, elə Eldost olaraq qalacaq. Bir daha öz adımdan, kollektiv adımdan hər birinizə təşəkkür edirəm. Şəhid ailələrinə öz adımdan, kollektiv adımdan başsağlığı verirəm. Allah rəhmət eylesin. Çok sağ olun. Teşekkür ederim bu dolgun, düzgün, halal verdiğiniz məlumata görə. Mən həmişə şuvarım bu olub. İstəyim bu olub ki, şəhidimizin en çok danışan elə müəllimi olsun. Onun sinif rəhbəri olsun. Biraz çətindir danışmaq amma. Çətin də olsa artıq da bunlar üçün nə desin bunlara Allah Teala yaraşdırıb. Allah bunların yerini cənnət eləsin. Hörmətli Çingiz müəllim də adınız. Azim mərhəmətin tapşırığıdır. Mənə dedi, mən də sizə çatdırdım ki, uşaqları aparın soğun. Çox sağ olun. Allah rəhmət Sizdən razı qaldıq, sizdən sağ olun. Uşaqları aparın, uşaqlara soğun. Təşəkkür ederim. Ümran müəllim buyur şəhid əsası. Çox sağ olun. Dəyərli tədbir iştirakçıları, dəyərli şəhid ataları, dəyərli şəhid anaları. Mən də hər birinizi salamlayıram. Bugünkü tədbirimiz qəhrəman şəhidimiz Eldost balamızın şəhadət günüdür. Allah məkanı cənnət eləsin. Eldost balamızın sığınmasında Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Biz atanalara Allah bol gözün versin. Mən bazımı Allah'tan bol gözün dilərdim. Şəhid analarına, şəhid atalarına. Çox sağ olsun şəhid sevər xalqımız. Eldostun kəndindən olan vətəndaşlar, tələbələr, müəllimlər, müəllimlər, hər bir gələn kəsə öz təşəkkürünü bildirirəm mən bir şəhidimiz olaraq. Bəli, bu şəhidlər heç vaxt unudulmamalıdır. Onu unudulanlar əsla bizim millətdən deyil, əsla özünü tanımır.
Bak bu balalar, gül əttirli balalar, bak bu gördüğümüz bayraqlar var ha. Bak buna göre canım fəda verib. Daha değil mi ki bu bayraqları hansısa özünü tanımayan süpürgəyə bağlasın, reklam eləsin, alver namına belə işlər görsün. Bak bu bayraqlar uzaq dağlarda zirvələnməlidir. Çünki bu bayraqda o şəhid balamızın qanı var, canı var. Gəlin, hörmətlə yanaşan bu şəhidlərə. Biz heç bir şəhid ataları yoxuz, onsa yanaqlı yaşayacaq da. Şükür Allah'a, bala itirşoy da uca mərtəbədə evlatlarımız. Özlərinə belə bizdə yüksək səviyyə qaldırırlar. Mən hər biriniz Allah'tan can salarım. Rayonumuzun aksaqqalı, imamımız, aziz, çox var olun, aqil balan, hər bir kəsə, yəni ola bilər kimisi sadalamıram. Bütün qurumlardan onun hər bir kəsə üzüm minnətdarım. Teşekkür ederim. Güllü bazı, başta sizler olmaqla, bütün şəhid ata-analarının qarşısında baş əyirəm. Hər birinizi Allah'tan döz marzuyuram. Bugün bizə bəlli ki, 2 şəhid balamızın şəhadət günüdür. Allah Mirzəzan balamızın da məkanını cənnət eləsin. Amin. Elə həmsinə elə başsağlığı verirəm, bütün şəhid atalarına başsağlığı verirəm. Sağ olsun şəhid-sevər qeyrətli oğlanlarımız, qeyrətli kişilərimiz, qeyrətli namussuz gəlinlərimiz, analarımız. Bacı, əllərinizin öpürəm. Başda siz olmaqla, el dostun yaxınlarına, doğumlarına başsağlığı verirəm. Öz adımdan, şəhid atalar adından. Allah hər birini məkanın cənnət eləsin, mənim doğumlarım. Şəhid ataları, Allah bizlərə gözün versin. Şəhid anaları qarşısına baş əyirəm. Bütün şəhid sevərlər. Allah hamımızdan razı olsun. Təşəkkür ederim. Çok sağ olun. Teşekkür ederim ben de size. Hürmetli İmran müəllim. Sübhan müəllim buyur şəhid atası. Əvvəla çox təqdirlə qələmdə salam verirəm. Bura əsl ziyarəti. Bura bizim qeyrətimizin namusumuzu çəkən kişiləridir. Allah qeyrətini cənnət eləsin. Amin. Şəhidimizə bir sözlərdir. Bizlərə nəsib olmalı, qalalara, qardaşlara nəsib olmalı. Allah qeyrətini cənnət eləsin. Eldost kimbalların sayəsində millət 200 milyon maşın bir qalar düşdürür. Gözəl Güləşli Azərbaycanda yaşayır. Alınmaz Şuşanı alan, Qarabağ alan bağları Allah verin cənnət eləsin. Amin. Onlar keçmişdəki camaşırlar, qardaşlar, nağıllardakı qəhrəmanlarımızı bizim gözümüzün qabağında olan qəhrəmanlar. Onları Azərbaycan torpağında daima qəhrəmanlar olur. Bundan belə olacaq. Onların qədrini bilmək bizim canında can borcumuz. Allah yerlərini cənnət eləsin. Allah Azərbaycan dövlətinin başı sağ olsun. Nə yaxşı ki, belə vaxtlarımız var ki, bizim qeyrətimizin namusumuzu qoruyurlar. Allah bu çiğəri bayrağımızı həmişə uzalarda dağlarımızdır. Amin. Sağ olun, Allah hamdülillah. Teşekkür ederim. Köyhün müəllim buyur şəhid atası. Allah evlaş balamızı ömrünü şad eləsin, onun anasına. Allah səbir versin, bacısıya. Allah bütün şəhid analarına səbir versin, atalara səbir versin. Bunları dönümü olan bütün şəhidlərimizin Allah ruhunu şad eləsin. Onların valideynlərinə Allah'tan səbir diləyirəm. Çox sağ olun bu gəldiniz Eldost balamızın ailəsinə, yaxınlarına təsəlli oldunuz. Ona təsəlli olmaq elə bizə təsəlli olmaq deməkdir. Evlad ağrısı, acısı çox çətindir, ağrıdır. Allah heç bir valideyn evladın anasını ağa çəkməsin. Yəni, çox çətindir, amma bizim ağalarımız bizim vətənimiz uğrunda düşünmədən canlarından keçirlər. Allah onların ruhunu şad eləsin. Onlar bizim qürurumuzdur. Onların qarşısında baş əyilib. Şəhid anaların əlindən öpürəm. Hər birində təşəkkür edirəm ki, çox sağ olun. Gəldiniz bizim bu tədbirdə iştirak elədiniz. Hər birimizin də borcumuzdur. Yəni biz onların bizə əmanət qoyduğu bu torpağı, bu azadlığı, hər şey onlara görədir. Ağsaqqalımız, ağızdan çox vurğulayır ki, hər şey bizim aldığımız nəfəs belə onların sayəsindədir. Bizim belə evladlarımız çox olsun. Yəni biz özümüz də qeyrətli, namuslu xalqıq. Yəni mən özüm döyüşmüşəm, çıxan döyüşür. Şəhidlərimizin demək olar ki, bir 60-70% birinci Qarabağ döyüşçüsünün bağlarıdır. Mən özüm döyüşmüşəm, ki, balam döyüşür. Yəni borcumuzdur. Əgər biz vətəndə yaşayırıqsa, orada bizim balalarımızın, qardaşlarımızın qanı tökülür. 200 illərdir bizim torpaqlarımız işğal altındadır.
Ama bizim boyun balalarımız o əmlərinin, o şəhid babalarının, o şəhid əmlərinin, dayılarının, analarının, bibilərinin, xalalarının qisasını aldılar. Allah balalarımızdan razı olsun. İndi görürsünüz ki, 92-ci ildə şəhid olanların nəşləri tapılır, gətirilir ailələrinə təhvil verilir, xiyabanlarda dəfn olunurlar. Allah yollarını şad eləsin bütün şəhid babalarımızın. Allah onlardan razı olsun ki, bizimizi ağ elədilər, bayrağımızı zirvələrə qaldırdılar. Allah qazilərimizə şəfa versin, Allah veteranlarımıza can sağlığı versin, Allah ordumuzu qorusun. İndi ordumuz hal-hazırda yurdumuzu qoruyur. Bilirsiniz ki, səngərlərdədirlər, düşmənlə üzbəyiz, çətin hava şəraitində. Biz bəzən bura gələndə bəzən görsən ki, deyirlər yağır, soyuqdur. Yəni bu soyuqda, boranda, qarda bizim balalarımız susuz dünyasını dəyişiblər. Mənim balam Sabir 40 dərəcə qızdırmanın içində şəhid olur. Yəni qardaşları, yoldaşları deyir ki, get Cəllabadda dincəl, sağal sonra gəl deyib mən sizi hara qoyum dedim. Aynı 2 gün səhər Sabir'i vururlar. Rabitəçidir, onu zətədə döyüşürdür, təyinatlı. Allah balalarımızın hər birinin şad eləsin. Onlar şəhiddirlər, onlar uca zirvədədirlər. İstəyir general olsun, istəyir qəhrəman, vətən müharibəsi qəhrəmanı olsun, kapitan olsun, leytenant olsun, gizir olsun, əskər olsun, fərqi yox. Onlar ilahi qatında şəhiddirlər. Yəni, ən böyük müqəddəs adlardan biri də şəhid adıdır. Çünki şəhid hər insana nəsib olmayan bir addır, bir böyük bir uca bir zirvədir. Yəni ki, o Allah qatında onlar ruzilənirlər, yeyirlər və onlar yəni, cisimləri bura dəfn olubsa, onlar sağdırlar və əbədidirlər. Yəni onu Allah bizlərə də onların şəfaətini nəsib eləsin. Yəni şəhid olmaq haqq uğrunda, İslam dinimiz uğrunda, namus, qeyrət uğrunda, torpaq uğrunda canından keçən insana şəhid deyirlər. Şəhidlər növdür, yəni dərəcələrlədir, amma ən üstün zirvədə, ən üstün məqamda bizim bu şəhid balalarımızdır və onlar da tanıdıqlarına belə qiyamət günü şəfaətçi olacaqlar. Görün bizim balalar, necə balalar böyüdmüşük, necə qəhrəman oğullar böyüdmüşük ki, burada görün nə qədər bizim şəhid qardaşlarımız, balalarımız uyuyurlar. Həqiqətən də bizim bu yerimiz müqəddəs bir yerdir, həqiqətən də. Yəni biz bura sevə-sevə gəlməliyik, sevinə-sevinə gəlməliyik. Düzdür, şəhid ailələri üçün ağırdır, çətin də olsa, amma qürurludur. Vaxtınızı almaq istəmirəm, bu gün 2 balamızın, Mirzazan balamızın da bu günləri anım günüdür. Mən şəxsən Mirzazan balamı tanıyırdım. Şəhidlərimiz o deyimki, hamısı eyni xüsusiyyətə malik balalar idi, balacalı, böyüklü. Allah hər birindən razı olsun şəhidlərimizin, milyon dəfə. Allah şəhid ailələrinə boluca səbir versin. Şəhid anaların əlindən öpürəm. Qulluq Allah, siz də bizim 92-ci ildə bizim silahdaşlarımız, bizim şəhid qardaşlarımızdan biri Anar balamızın anasısıdır. Mən Allah'tan yenə də səbir diləyirəm. Çox sağ olun. Gəldiyinizə görə hər birinizə təşəkkür ederim. Çok sağ olun. Biz orada göstərdikləri qəhrəmanı haqqında tam geniş danışa bilmirik. Ona görə ki, biz bilmirik onların döyüşünü. Təsəvvür edirik ki, erməni ilə üz-üzə gəlir. Onları darmadağın eləyən oğlanlar olurlar. Yəni ölümdən qorxmayıblar, heç kəsi düşünməyiblər, heç kəs haqqında fikirləşməyiblər. Bir amalları olur ki, torpaqlarımız geri qaytarılsın. Bizim torpaqda heç kəs azad, sərbəst gəzə bilməz. Bax, Azərbaycan xalqının oğlanları belə oğlanlardır. Allah Eldos balamıza rəhmət eləsin. Amin.
onun simasında bütün şəhidlərimizə Allah təala Amin. rəhmət eləsin. Yerləri cənnət olsun, məkanları olacaq. Amin. Valideynlərinin səbir gözüldür. Amin. Sağ olun. Bu kətdən də nümayəndələr, insanlar, qonaqlar var burada. Qonaq deyirlər, hamısı qazanın içində olan insanlardır. Ona görə də mən Nağaraxanın kənd bələdiyyəsinin sədri hörmətli Sahin müəllimə söz verirəm. Buyurun. Allah bu şəhidlərimizə rəhmət eləsin. Həqiqətən qürurlu millətiz. Qürurlu xalq, qardaşlarımız, bizim torpağımız uğrunda Allah'ın verdiği insana en değerli varlığı canın gözünü qırpmadan verdiler. Şəhidlər hamısı bizim üçün əzizdir. Şəhidlər haqqında biz nə qədər sözlər desək, nə qədər danışsaq, nə qədər şiirlər yazsaq, çox azdır. Biz bir millət olaraq nə qədər var, Azərbaycan xalqı nə qədər var, şəhidlər xalqın qarşısında həmişə yaşayacaq. Mən şəhidlərin qarşısında, şəhidlərin qarşısında baş edirəm. Şəhid atalar burada çıxış edir. Qürurlanır deyil. Çünki şəhid olmaq hər kəsin nəsib olur. Şəhid var, öz damarlarında şatanlıqdan, o genetikasından irəli gəlir ki, ola biz gözünü qırpmadan torpaq uğrunda, vətən uğrunda öz canlarını fəda edir. Bunlar o aldığı tərbiyəni, o damarlarında axan qanun sayəsindədir ki, olar bu müqəddəs yerdə uyuyor. Biz bir millət xalq olaraq hər an, hər dəqiqə gəlib olan ziyarət eləmək bizim borcumuzdur. Allah baş komandamıza, cənab prezidentə can sağlığı versin. Biz həqiqətən 44 günlük müharibədə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Ali baş komandanın bir kəlmə sözünə rəhbərliyi altında, onun ətrafında birləşdi, torpaqlarımız azad oldu. Dünyada qürurla başımız dik gəzirik. Şəhidlərin sayəsində. Allah rəhmət eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli axun. Adı təsəlli. Nə deyəmsən belə də çıxıyamsan buradan? Buyur. Bugün bura toplanmışıq biz, mərhum qardaşımız, şəhid Firdos qardaşın anı gününə yığışmışıq. Şəhidlər ölməzdir. Quran-ı Kərimin Bəqərə surəsinin 154-cü aslında buyurur ki, siz onlara ölü deməyin, onlar diridirlər, amma siz onları anlamırsınız. Şəhidlik zirvəsinə yüksəlmək hər adama nəsib olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin ki, onlar Allah qatında cənnətə şəhidin biri hələ biri belə bir Peyğəmbərimizin bir hədisində deyir ki, məni Allah təala təzədən dirilsəydi, gəlsəydim, yenə də şəhidlik zirvəsinə getməyə hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə biz borcluyuq. Vətən, torpaq, namus uğrunda, qeyrət uğrunda vuruşan şəhidlərimizin hamısını Allah rəhmət eləsin. O cümlədən də bir dost qardaşımız Allah rəhmət eləsin. Allah arasına, atasına, hepsine səbir eləsin. Hoşçakalın bir vazir məsələydi. Hörmətli Sədaqət müəllim, buyur. Məlumdur ki, biz bugün burada dost balamızın şəhid olduğu günündə olsun toplaşmışıq. Bütün şəhidlərə Allah'tan rəhmət verək, qazilərimizə sağlıq ver, sağlamlıqları bərpa olunsun. Sponsoruna da Allah'tan səbir diləyirəm. Sən çox əziyyət çəkmişsin. Çox sağ olun. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Şəhid atası namaz buyur. Allah səbrinizi versin. Allah hər bir yerin cənnət eləsin. Allah razı olsun, gələn qardaşlardan, bazılardan, şəhidlərimizlə həmişə qəlbimizdə yaşasın. Allah yerlərini cənnət eləsin. Sağ olun. Çox sağ olun, təşəkkür ederim. Tofiq. Pərdə gəldin, Allah çəkinməsin. Gəl deyəm buradan. Şəhid atası, buyur. Allah rəhmət eləsin. Valideynlərinə, anasına, səbilərinə Allah səbir versin. Yeri cənnət, məqamı çox. Bizi bu uşaq eylesin, valideynlərine səbir. Çox sağ olun. 50 ilə. 474 60. Təşəkkür ederim hər birinizə. Hər birinizə Allah Taala'dan xoş gün, xoş razılıq, xoş hava, xoş balalar böyütməyi arzulayıram. Bax, xoş balalar budur. Xoş gün budur.
hoş niyet budur. Azerbaycan'da bu günleri, Azerbaycan'ın başını kaldıran, Azerbaycan'ın halkının başını kaldıran, prezidentinin etrafında sık birleşen, ağlı başkomandamızın bu günleri dünya üzerinde başı ucu olmağının sebepleri babalarımızdır. Azerbaycan'ın prezidentinin özünün ağlı başkomanda olmağıdır. Qarabağ qəhrəmanı, hörmətli İlham Əliyev cənabları, Qarabağ Fatihi. Allah Teala onun həmişə işinə vand eləsin. Allah Mehriban xanım işinə vand eləsin, hörmətli cəmaat. Allah Teala sizin hər birinin işinə vand eləsin. Müəllim, bəlkə sözünüz var. Allah rəhmət. Sağ təşəkkür edirəm. Danışmaq istəyən var? Müəllim, buyur. Rəna xanım. Yığdım. Şəhid ailələri salamlayıram, tədbirçilərə salamlayıram. Şəhidimizə Allahdan rəhmət diləyirəm, yeri cənnət olsun. Allah anaya səbir versin, xalqımızın başı sağ olsun. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cəmaat, Eyvaz müəllim buradadır. Buyursun Eyvaz müəllim. Ha, Eyvaz müəllim buyur. Eyvaz müəllim nə arada deyəmsən? Aralı bölüm, aramızda bir adam. Buyur adam elə çoxdur aramızda. Hörmətli hanım iştirakçılar, əvvəlcə Eldostun bütün o məğrəbələri adından sizin hamınıza təşəkkürümüzü çatdırırıq, əziyyət çəkmişik. Bizim Eldost anadan olanda elə bil ki, atası, anası onun bu günün görüb ona Eldost adı verdi. O doğrudan da elin dostu oldu və elin dostu olaraq da qalacaq. Mən bütün şəhidlərimizin hamısına rəhmət diləyirəm, qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Və ölkəmizin Ali Baş Komandanı, prezidentimiz tərəfindən şəhidlərə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Və eləcə də Arıza müəllimə təşəkkür edirəm. O bu işdə çox canfəşanlıq Çox sağ olun Eyvaz müəllim, təşəkkür edirəm mən də sənə. Əsl ağsaqqal kimi öz ağsaqqallığını apara bilir. Təşəkkür edirəm mən də. Sağ olun. Sən özünə yaxşı adamsın. Hamınıza minnətdaram. Çox sağ olun. Təşəkkür edirəm Eyvaz müəllim. Sən də o kəndin o cəmaatın ağsaqqalısan. Səninlə yoldaşlıq eləmişik, dostluq eləmişik. Dostluğa da layiq adamsan. Biz bir-birimizi tərifləməyə gəlməmişik bura. Allah tərəfi deyirik. Ona görə də Allah tərəfi deyəndə Allah Teala hamımıza xoşbaxtlıq nəsib eləsin, hörmətli cəmaat. Allah Teala bütün şəhid atalarının, şəhid analarının, qalan bağlarını gözlərinə sıraqarsın. Ya Rabbim mərəsur Allah. Onların sayəsində bu dünya durub. Onların sayəsində bu dünya yaşayır. O ki də bax bu günləri prezidentimiz də, Mehriban xanım da, rayonumuzun rəhbərlər də, bunlar bu insanların arxasından yürür, yeriyir, gedir və axtarıb tapır. Bu belə də olacaq inşallah. Hamısı nəyin hesabınadır, nəyin sayəsində, o bağlarımın sayəsindədir. Bu Sübhan müəllimin bir sözü var, deyir ki, mikrofonu bunların sayəsində bizə verirlər. Allah Teala bunların yerini cənnət eləsin. Ya Rabbim mərəsul Allah. Biz bugün danışırıq, biz bugün gülürük, biz bugün toy edirik, biz bugün ev tikin maşını alırıq. Nəyinsə and olsun Allah bunların, heç kim öğrənə bilməz. Mən dünən burada biraz əsəbləşdim, siz istədiniz. Amma ad çəkmədim. Allah'a and olsun o adamın ciğerini çıxardıram. Siz bilirsiniz mənim xasiyyətimi. Ciğerini çıxardıram o adam mən döşümdə. Ayağın kənarını qoya bilməz. Hamımız bunlar üçün yürüyüb yeriməliyik və sürünməliyik. Allah Teala bütün şəhidlərimizə qəni rəhmət eləsin. Yerləri cənnətdə olsun ya Rabbi mərəsul Allah. Hər birinizə təşəkkür edirəm. Ağsaqqallıq təşəkkür edirəm hər birinizə. Allah Teala sağımda dayanan hörmətli Hacı rəhmətində. Salamat eləsin, Şaban da olsun, balasını salamat eləsin, onun da balası hərbidədir. O da döyüşlədir, iştirak eləyib. Füzulidən vura gəlib çıxıb Şuşadan, yaralandı, gəldi Şamaxıya. Bax bu dəstəni apardı mən onun öndə. O uşağa dəyməyə, amma bu onun oğlunun yanında dayanmadı. O gəldi bura, burada tədbir var idi. Ona görə də Allah Teala hər birinizə işabadlığı versin, can sağlığı, könül xoşluq eləsin. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah prezidentimiz İlham Əliyev cənablarının işinə həmişə vand eləsin. Mehriban xanım şaban da olsun. Allah Teala Şamaxı cəmaatı xoşbaxt eləsin. Hər birinizə Allah xoşbaxt eləsin. Siz bilirsiniz ki, tədbirimiz ikidir. Buradan bax elə belə də keçirin indi o tədbirə. Sizdən bir xahişim var, əhəlləri. Bir yarım saatlıq kimin nə işi varsa onu saxlasın. O tədbirləri bax belə dəstəylə iştirak eləyək. Ondan sonra Allah şaban eləsin. Buyur Hacı. Amin. Rabbena la tuzigh qulubana ba'da idh hadaytana.
Allah rahmet eylesin. Allah rahmet eylesin.